Sosial şəbəkələrdə Binəqədi rayonu Biləcəri qəsəbəsi Natavan küçəsində meşəlik massivində ağacların kəsilərək mebel sexinə daşınması ilə bağlı görüntülər yayılıb. İddia olunur ki, kəsilən ağacların kök hissəsində əvvəlcədən hansısa maddə tökülərək qurudulub. Əməkdaşlarımız sözü gedən ünvanda olub, izləyək. Yaş ağacdır. Yəni bu ağac kəsilib götürülür. Sizin özü də təzə olan bir şeydir. Və kökü də budur. Ağac yaş ağacdır. Yəni nə aşmayıb, nə falan. Ərazidə bir sıra ağaclar kəsilib, bir çoxunun gövdəsi isə qırmızı və göy rənglərlə işarələnib. Ağacların əksəriyyəti kökündən çıxarılıb. İddialara görə kəsilən ağaclar Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən kəsilsə də, həmin ağaclar mebel sexlərinə daşınıb. Biləcəri qəsəbəsi ərazisində yerləşən bu ağaclıq ərazi paytaxt Bakının meşələrindən biri də hesab olunur. Ancaq təəssüflər olsun ki, son zamanlar bu ağaclara qənim kəsilən var. Hansı ki, son bir həftə ərzində burada 50-yə yaxın sağlam iri gövdəli ağac kəsilərək məhv edilib. İddialara görə bu ağacların mebel sexinə verildiyi deyilir. Maşın da gəlib, ağır texnikadır. Və bu ərazidən də baxın, kəsiblər odun formalı nəsə daşıyıblar. Mebel sexlərinə verirlər. Mebel sexlərində istifadə eləmək üçün. Yeni ağaclar götürürlər ki, onlar daha çox istifadəyə yararlı olsun. Ərazidə yaşayan sakinlərin sözlərinə görə meşəlik massivində dəfələrlə obyekt tikilməsinə cəhd edilib. Lakin aidiyyəti qurumlara edilən şikayətlər nəticəsində həm ağac kəsiminin, həm də tikintinin qarşısı alınıb. Gecə bəhanə eliblər ki, külək aşırdı. Bu kimi bəhanələrlə səhər durub görmüşük ki, ağaclar aşıb. Amma yəni ağac kəsilən ağaca oxşuyur da, yəni külək aşırdan ağaca oxşamır. Burada park salmağa niyyətlənmişdilər. Sonra niyyətlərindən döndülər, gəldilər, burada daşsaq tökmüşdülər. Bir həftə bundan qabaq bunları apardılar. Kəsilən ağacların mebel sexlərinə daşınıb-daşınmamasını dəqiqləşdirə bilmədik. Biləcəri Bələdiyyəsindən bildirildi ki, həmin ünvanda ağacların kəsilməsi ilə bağlı bələdiyyə rəhbərliyi aidiyyəti qurumlara rəsmi məktubla müraciət edib. Ancaq ağacların sonradan sexlərə daşınması barədə qurumda məlumat yoxdur. Nəzərinizə çatdırır ki, Biləcəri qəsəbəsi Natavan küçəsi ərazisində yerləşən Şamlıq meşə zolağında ağacların quruması və aşması barədə tərəfimizdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Ekoloji Ekspertiza Agentliyinə və Bakı şəhər İcra Hakimiyyəti, Yaşıllaşdırma Təsərrüfatı Birliyindən tərəfimizdən məlumat verilmişdir. Bəs görəsən, bu ağaclar həqiqətən əvvəlcədən qurudulub, sonra kəsilərək mebel sexlərinə daşınıb. Xurşudbani Natavan küçəsində ağacların quruması və aşması ilə bağlı daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözgedən ərazidə qurumuş ağacların dibindən torpaq nümunələri götürülərək analiz edilib və ağacların kənar müdaxilə nəticəsində deyil, onlara düşən xəstəlik səbəbindən quruduğu müəyyən olunub. Ərazidəki quru və aşmış ağacların götürülərək mövsümdə yeniləri ilə əvəz olunması və onlara aqrotexnik qulluq göstərilməsi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilib. Yaşıllaşdırma Təsərrüfatı Birliyindən mövzu ilə bağlı mövqe öyrənə bilmədik. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.